Dostlar, bugün sizə 3 smart saat təqdim edəcəm. Mi Bro Lite 3 Pro, Mi Bro GT və Mi Bro GS Pro 2 modeli. Hazırsınızsa, gəlin bu saatlarla yaxından tanışalım. Mi Bro Lite 3 Pro'ya ilk baxdığımız zaman, əlbəttə ki, biz burada zərif dizayn, gündəlik istifadənin rahatlığı və daxili parametrlərinin gücünün balansını məhz bu modeldə görürük. Smart saatlarla bağlı ən çox verilən sual bu saatların performansı və dayanıqlığıdır. Bu saatın 15 günə qədər rahatlıqla istifadə edəcəyinizi desəm, təəccüblənməməlisiniz. Çünki bu saat bir dəfə şarj edin və günlərlə istifadə edin deyən insanlar üçün ən ideal variantdır. Bluetooth 5.3 dəstəyi qeyd olunan bu smart saat praktiki istifadədə daha axıcı və stabil təcrübə gözləntisi yaradır. Lite 3 Pro'da biləkdən danışıq rahatlığı da ön plana çıxır. Bluetooth üzərindən zəngə cavab vermək və zəng etmə imkanları göstərilib. Yəni telefon çantada qalsa belə, qısa zənglər üçün biləyinizdəki smart saat kifayət edir. Sağlamlıq və aktivlik tərəfdən bu smart saatın daxilində yetəri qədər rejimlər mövcuddur. Nəbz bizin yoxlanması, SPO2 rejimi və digər idman rejimlərinin sayı yetəri qədərdir ki, sizin müəyyən gün ərzindəki aktivliyinizi ölçə bilsin. Vizual tərəfdə də Lite 3 Pro əməlli başlı balanslaşdırılıb. Çünki siz bu smart saatı həm klassik geyimlə, həmçindəki casual və yaxud da ki idman üslubunda da istifadə edə bilərsiniz. Anladığınız kimi enerji ehtiyatını fikirləşən, gündəlik üslubda istifadə etməyi düşünən və idmanla maraqlanan insanlar üçün ən ideal seçim məhz bu smart saatdır. Mi Bro GT bu modellər arasında ən ciddi auraya sahib olan smart saatdır. Nəyə görə? Çünki xarici görünüşü bizdə bu auranı yaradır. Bu smart saatın kəməri stainless steel, yəni paslanmayan poladdan hazırlanıb və yeri gəlmişkən klassik üslubda geyinməyi sevən insanlar üçün bu smart saat əməlli başlı ümumi görünüş üçün ideal oturur. Və məhz bu da bu smart saata prestij görüntüsünə əlavə edən xüsusiyyətlərdən biridir. Mi Bro GT-də ən çox tələb edilən funksiyalardan biri də məhz biləkdən zəng rahatlığıdır. Bluetooth üzərindən zəngə cavab vermək və zəng etmək imkanı da qeyd olunub. Mikrofon və səs ucaldıcı dəstəyi də qeyd olunduğu üçün qısa danışıq sessiyalarında rahatlıq ön plandadır. Mi Bro GT ekran sarıdan da çox böyük anturaja sahibdir. Kəskin görüntü, parlaq rənglər, tətbiqlər arası smooth, yəni yumuşaq keçid və çox yaxşı ekran çözünürlüyü. Yəni anladığınız kimi Mi Bro GT premium görüntü, biləkdən zəng funksiyası, ümumi daxili parametrləri yaxşı olmasını istəyən şəxslər üçün ideal bir seçimdir. Mi Bro GS Pro 2 bu smart saatın əsas fəlsəfəsi tax və məni unutdur. Nəyə görə? Çünki bu smart saat tam şarjı ilə 20 günə qədər rahatlıqla istifadə imkanı verir. Əməli başda taxıb unudursan. Bu smart saatda Bluetooth 5.3 dəstəyi mövcuddur və biləkdən danışıq imkanları da qeyd olunub. Zəngiyə cavab və zəng etmə funksiyaları, mikrofon və səs ucaldıcı dəstəyi ilə birlikdə daha komfortlu istifadə təsiri yaradır. Mi Bro GS Pro'nun xarici dizaynı məhz aktiv həyat tərzi keçirən insanlar üçün idealdır. Nəyə görə? Çünki onun kəməri silikondandır və polad korpusun hazırlanması həm iddialı, həm də möhkəmliyin göstəricisidir. Bu modeldə ekran göstəriciləri vizual olaraq təmiz görüntü təəssüratı yaradır. Menyuların keçidi, animasiya hissi isə daha axıcı görünür. GS Pro 2 daha aktiv həyat tərzi sürən, rahatlığı seçən, uzun ömürlü və davamlı batareyanı seçən və həmçindəki biləkdən zəng funksiyasını istəyən şəxslər üçün ideal seçimdir. Anladığınız kimi bu 3 saat 3 fərqli qrupa etibar edir. Əgər siz həm klassik, həm də ki casual üslubda geyinirsinizsə, Lite 3 Pro sizin üçün idealdır. Əgər daha ciddi bir üslubda, daha premium bir saat istəyirsinizsə, Mi Bro GT sizin üçün idealdır. Yox, əgər sırf aktiv və idman rejimindəsinizsə, uzun ömürlü batareya istəyirsinizsə, təbii ki də GS Pro 2 ən ideal seçimdir. Hər bir halda bu smart saatlardan birini əldə etmək istəyirsinizsə, İrşadın istənilən mağazası, veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər bu saatlarla bağlı hər hansı bir sualınız yaransa, bu videonun şərh bölməsinə qeyd edin və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlamaqdan çəkinməyin. Sağ olun dostlar. Mən isə gedim saatlardan biri seçim.